would put these graphic warnings on the TV. And I realized that the graphic warning is looking at me. And I was just appalled that I couldn't believe that. So, and I was a little frustrated because I couldn't see what everybody was talking about. Haqqında söz gedən TV görüntü xəbərdarlığı 39 yaşı olan Carmen Tarleton'un sifəti, əvvəlki sifət görünüşü idi. 2007-ci ilin sentyabr ayında boşandıqdan bir neçə həftə sonra Carmen'in keçmiş əri onun evinə daxil olaraq onu beysbol dəyənəyi ilə döyüb və sifətinə sodium hidroksid töküb. Hücum bir neçə dəqiqə çəkib, amma maye onun bədəninin 80%-dən çoxunu yandırıb. Bu Carmen'i kör edib və üzü yaralarla tanınmaz hala düşüb. Bizim evliliyimiz ümumiyyətlə yaxşı keçib. O, həmin gecəyə qədər heç vaxt mənə nə fiziki, nə emosional, nə də sözlə təzyiq göstərib. Carmen 3 ay tibbi induksiya komasında saxlanılıb. Boston Brigham və qadın xəstəxanasının həkimləri onun üzərində 40-a yaxın əməliyyat keçirərək həyata yeni şans veriblər. Ancaq bu yeni həyatla həm də yeni çətinliklər gətirib. I really struggled with being completely blind. I was 39 years old. Mən görmə qabiliyyətimi tamamilə itirməklə çox əziyyət çəkdim. 39 yaşındaydım. Aldığım yaralarla çox əziyyət çəkirdim. Bu 4 il davam etdi. Bu illər ərzində nə bu yaraları gördüm, nə də insanların nədən danışdığını eşitdim. Amma Carmen bu qaranlıq dünyasında da ümidini itirməmişdi. Mən elə yaralanmış halda, elə bir vaxtda yaşayırdım ki, fiziki olaraq yaşamaq istəmədiyimi düşünürdüm. Ancaq şəxsən mənim üçün bunun böyük mənası var idi. Mücadilə etməliydim. Mən özümdə güc hiss etdikcə, başqa insanlara da yardım etdikcə, hər şey daha yaxşı alınırdı. Bunlara baxmayaraq, ilk 2 il çox çətin keçdi. Başqalarına kömək etmək ümidi Carmen'in hücumdan sonra öz həyatı barədə kitab yazmasına gətirib çıxartdı. O, həmçinin ömürlük həbs cəzası almış keçmiş həyat yoldaşını bağışladı. O, bağışlamağın irəli addımlamaq üçün yeganə yol olduğunu deyir. Hadisədən 4 il sonra Carmen'in həkimi həyatı dəyişdirəcək xəbər verib. O, transplant əməliyyatı üçün namizəd seçilib. Həkimlər onun yaralanmış üzünü dəyişdirərək yeni üzlə əvəz edəcəyini deyib. Ancaq əməliyyat riskli olacaqdı. Carmen'in immunitet sistemi illər davam edən tibbi müalicədən sonra zəif düşmüşdü və onun bədəni yeni üzü rədd edə bilərdi. Donor tapmaq bir ilə yaxın vaxt çəkdi. 54 yaşlı Cheryl Whiterin iflic nəticəsində vəfat etmişdi. Onun qızı Marin da anasının ağciyərini, böyrəklərini və qol toxumlarını 4 fərqli insana bağışlamışdı. O, anasının sifətini də başqa adama köçürülməsinə razılaşdı. It was interesting. I feel that she had an agenda. I mean, once she had passed. Mən bu gücü qanımda hiss etdim. Bu gücün haradan gəldiyini bilmirdim. Amma bu mənə bəzi qərarlar verməli olduğumu deyirdi. Üzün köçülməsi və digər bədən orqanlarının bağışlanması böyük qərar və həmçinin asan idi. Çünki anam hər kəsə, hər bir vəziyyətdə kömək edən bir xüsusiyyətə malik idi. She was a helper. She would go out of her way to help anyone in pretty much any situation. Fevral ayında 17 saat sürən əməliyyat nəticəsində həkimlər müvəffəqiyyətlə Cheryl'in üzünü Carmen'ə köçürüblər. Bir neçə həftə sonra Carmen yeni sifəti ilə dünya qarşısına çıxıb. Bu düşündüyüm kimi dramatik olmayıb, özümü yaxşı hiss etdim və bu çox qəlizdir dedim. Carmen indiyədək 60-dan çox əməliyyatdan keçib. Onun gözlərinin birində görmə bərpa edilib və bir gün sifətinin əzələlərinin 80%-dən normal funksiya göstərəcəyini ümid edir. Washingtondan Anar Fərəcov, Amerikanın səsi.